Salam şagirdlər. Deməli, bugünkü sualda ifadənin ən kiçik qiymətinin tapılması haqqında sualın izahını verəcəm. Bu sualda biz ilk növbədə ifadənin ən kiçik qiymətini tapmaq üçün ədədin üzərinin ən kiçik alacağı qiymətləri tapmaq lazımdır. Birinci ifadədə 2 üzərində a kvadrat üstəgəl 3. İlk növbədə a kvadrat üstəgəl 3 ifadəsinin ən kiçik qiyməti a kvadrat olduğu üçün a'ya biz nə versək müsbət edir. Yəni mənfi də versə, müsbət də versə müsbət edir. Ona görə a kvadrat ifadəsinin ən kiçik qiyməti olur 0. Qalır burada 3. Deməli, a kvadrat üstəgəl 3 ifadəsinin ən kiçik qiyməti 3'dür. Keçdik modulda b kvadrat çıxılsın 5'ə. Biz bilməliyik ki, moduldan 0 və müsbət qiymətlər çıxdığı üçün modul ifadənin ən kiçik qiyməti bu vəziyyətdə verilmiş modul ifadənin ən kiçik qiyməti ümumi olaraq 0'a gedir. Yəni b kvadrat çıx 5 ifadəsinin ən kiçik qiyməti 0. Gəldik kvadrat 3'ə. Burada əsas məsələ nədir? C kvadrat çıx 4c üstəgəl 5 ifadəsinin ən kiçik və yaxud da ən böyük qiyməti necə tapılır? İlk növbədə biz a əmsalına fikir verməliyik. Ax kvadrat üstəgəl bx üstəgəl c bərabərdir 0 şərtində verilmiş kvadrat tənlikdə a əmsalına fikir vermək lazımdır. A əmsalı 0'dan böyükdürsə, ifadənin ən kiçik qiyməti a 0'dan kiçikdirsə, ifadənin ən böyük qiyməti olar. Səbəb nədir? Çünki kvadrat 3 ədədinin biz kvadrat 3 ədədinin qrafikinə baxsaq, a ifadəsi, yəni baş əmsal a 0'dan böyük olanda funksiyanın qrafikinin parabolanın qolları yuxarı olmuş olur və parabolanın qolları yuxarı olanda biz bu ifadənin ən kiçik qiymətini görə bilirik. A böyükdür 0 şərtində. A kiçikdir 0 şərtində isə a kiçikdir 0 şərtində parabolanın qolları aşağı olur. Biz bu ifadənin yalnız ən böyük qiymətini görə bilirik. Deməli, biz bura nəzər yetirsək, ümumi c kvadrat çıxılsın 4c üstəgəl 5'də görürük ki, a əmsalı 0'dan böyükdür. Deməli, bu ifadənin ən kiçik qiyməti var. İndi gəlin, buradan c kvadrat çıxılsın 4c üstəgəl 5 ifadəsinin ən kiçik qiymətini tapaq. Deməli, c kvadrat çıxılsın 4c üstəgəl 5 ifadəsinin ən kiçik qiymətini tapmaq üçün ilk növbədə biz təpə nöqtələrini tapmalıyıq. M bərabərdir. Düzdür. Mənfi b bölünsün 2a mənfi b mənfi 4'dür bölünsün 2 olur. Buradan 2 və 2'ni aparıb c'nin yerinə qoysaq 2'nin kvadratı çıxılsın 4 vur 2 üstə gəlsin 5. 4 çıx 8 üstə gəlsin 5 bərabərdir 1. Deməli c kvadrat çıxılsın 4c üstəgəl 5 ifadəsinin ən kiçik qiyməti olur 1. İndi ümumi misala nəzər yetirsək, biz buradan almış oluruq ki, deməli 2 üzərində 3, çünki a kvadrat üstəgəl 3 ifadəsinin ən kiçik qiymətini 3 tapıb, üstəgəl 3 üzərində b kvadrat çıx 5 ifadəsinin modulunun ən kiçik qiymətini
0 tapdıq. Üstə gəl 4 üstündə c kvadrat çıx 4c üstə gəl 5 ifadəsinin ən kiçik qiymətini 1 tapdıq. 8 üstə gəl 1, 3 üstə 0 1 edir. Üstə gəl 4. Cavab edir 13. Deməli 2 a kvadrat üstə gəl 3 üstə gəl 3 b kvadrat çıx 5 üstə gəl 4 c kvadrat çıx 4c üstə gəl 5 ifadəsinin ən kiçik qiyməti 13 olar.